Salam aleyküm dostlar. Bugün sizlere GTA Bakı Android Azərbaycan modu Türkçe APK, Türk dilində APK yani mod menü ve 2025 grafik modunu bugün necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. Videoya keçməzdən əvvəl mənə dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm ki, kömək eləyirsiniz, dəstək olursunuz, videolarımı paylaşırsınız və dəstək olan hər kəsdən Allah canını sağ eləsin. Və digər yerdə qalanı kim ki təzəcə yükləmək istəyən qardaşlara demək istəyirəm ki, qardaşlar bu videonu sona qədər diqqətlə izləyin. Yani çok adam OBB'ni yükləmir, datanı yükləmir, APK'nı düzəməlli yükləmir. Gəlir dolur ya, inanın ki TikTok'ta o kadar mesaj gəlir ki mən bilmirəm hansına cavab verim. Hamısı da eyni problemdir. 99%'i OBB'ni atmır. Baxın qardaşlar, bu APK'dır, datadır, OBB'dir. Bunların hamısı yüklənməlidir, quraşdırılmalıdır ki oyun açılsın. Buna görə də bu videonu sona qədər diqqətlə izləyin. Və indi necə yükləyə bilərsiniz, quraşdıra bilərsiniz onu göstərirəm. Başlayaq videomuza. İlk öncə açıram mən Google Chrome'u. Açırsınız Google Chrome'u. Burada axtarış yerinə tıklayırsınız, yazırsınız Rüzü Hacks. Baxın mən yazdığım kimi. Bunu verirsiniz axtarışa. Göz başda bir sayt çıxdı. 3w.rüzuhaq.net. Bunu da üzerine basırsınız. Baxın burada en başta Rüzuhaq mobil app yazır. Bu mənim proqramımda, bunun içində oyun çoxdur. Burada bax 1, 2, 3, 4, 5, hal-hazırda 6, 7 dənə modumuz var. Bu en baştaki heç. Bu təkcə APK-dan ibarətdir, təkcə APK-dır. Amma digərlərinin hamısının quraşdırılma qaydası eynidir. Yəni fərqi yoxdur. İstər bunu yükləyin, istər məsələn GTA Bakı Android bütün telefonlar üçün. İstər bunu yükləyin və yaxud da ki GTA Bakı Android 2023. İstərsə də bunu yükləyin. Bu GTA Bakı Android 2023 bəzi telefonlarda açmır. Yəni onun teksturasında problemi olduğuna görə, yəni o telefona görə daha, yəni oyuna görə deyil. Yəni o həmin teksturaya görə, üzərində bayraq olduğuna görə, nömrə olduğuna görə telefon onu oxumur, başa düşürsünüz, belə lorda desək. Amma məsələn GTA Bakı Avtostay 2025-i yükləyə bilərsiniz. Bütün telefonlar üçün olanı yükləyə bilərsiniz. Need for Speed modunu yükləyə bilərsiniz. Məsələn GTA 5 Lite modunu yükləyə bilərsiniz. Məsələn mən sizə bu günlərim ən yeni modumuzu göstərəcəm. Məsələn GTA Bakı Android 2025 grafik mod. Yenə deyirəm ha, bütün modların quraşdırılma qaydası eynidir. Yəni burada bunu mən necə eləyirəmsə, bunların da hamısının yüklənmə, quraşdırılma qaydası eynidir. Basırsınız bunun üzərinə. Baxın burada, burada diqqət, key sistemi əl qatan, key sistemindən qırmaq istəyən. Bu yazdığım bu qısa mesaj hər kəsə aiddir. Yəni bu heç kəsin fərqi yoxdur. Hər kəsə aiddir bu mesaj. Baxın burada düşürsünüz aşağı, gözü yazıb Dovland APK. Bu animasyon Dovland sözünün üzerine basırsınız. Baxın buradan düşürsünüz aşağı, görürsünüz Dovland APK Android 15, 14, 13. Buradan da animasyon yine üzerine basırsınız. Baxın görürsünüz gəldi. Bu göy yerə tıklayırsınız. Bu göy yerə basırsınız. APK-nı yüklüyorsunuz telefonunuza. Mən də bir kere olduğuna göre ikinci dəfə yükləməyəcəm. Çıxırsınız geri. Bir də. Düşürsünüz aşağı. Bax Dovland data. Eynən onu da eyni qayda ilə yüklüyorsunuz. Baxın bu göy yerə tıklayırsınız. Bunu da yüklüyorsunuz telefona. Çıxırsınız geri. Düşürsünüz OBB-yə. Bunu da yine eyni zamanda Dovland OBB bura bastınız. GTA OBB. Bunu da telefonunuza yüklüyorsunuz. Çıxırsınız geriyə. Buradan istəsəz Telegram kanalıma da qatıla bilərsiniz. Yəni hansısa probleminiz varsa, oyunu qura bilmirsinizsə, çətinlik çəkirsinizsə, girib buradan, yəni buraya yaza bilərsiniz. Dərdinizi, sərvinizi mümkün qədər cavablandırmağa və kömək etməyə çalışaram. Və son olaraq da ziyarxiveri yüklüyorsunuz. Yine bunu da mən bir dəfə yüklədiyimə görə ikinci dəfə yükləməyəcəm. Yüklədikdən sonra aç düyməsini basırsınız. Burada lazım olan icazələr verəndən sonra, qoy mən bunu da buradan tamiz qaldırım ki, qatma qarışıqlıq olmasın. Baxın açılandan sonra, bu lazım olan icazəni verəndən sonra düşürsünüz aşağıya. Bax görürsünüz burada Dovland var. Bax Dovlandın üzerine basırsınız. Bax yüklədiyimiz həm data, həm OBB, həm də APK. Üçü də buradadır. Birinci APK-nı quraşdırırsınız. Bax üzerine basırsınız, indirə basırsınız. Buradan yükləyə basırsınız. Gözlüksüz APK yüklənsin. Bəzi adamlar yazır ki APK, bu uygulama Android eski sürümünə aiddir. Bu eski sürüm ola bilər, amma Android 15'e qədər bütün telefonlarda işləyir. Burada görürsünüz yazıbdır digər ayrıntılar. Bu digər ayrıntılara tıklayırsınız və yenə də yükləyin. Onun üzerine basırsınız və icazəni verirsiniz. APK-nı yüklüyorsunuz telefonunuza.
APK yüklənəndən sonra bir dəfə giriş eləməlisiniz. İstəsəniz buradan giriş eləyə bilərsiniz, fərqi yoxdur. İstəsəniz də menyudan giriş eləyə bilərsiniz, fərqi yoxdur. Bax, buradan girdiniz. Baxın, bu belə bir ekran sizi qarşılayacaq. Burada How to get key var. Əgər ki key ala bilməsəz, How to get key basıb videonu izləyib key ala bilərsiniz. Bax, buradan get key basırsınız. Sizi belə bir səhifə qarşılayacaqdır. Bax, burada düşürsünüz aşağı, görürsünüz yazıb get key. Bunu da üzərinə basırsınız. Geri. Baxın, yenə bir təkrar basırsınız, gözləyirsiniz. Təzədən continue'ya basırsınız. Burada yenə eyni şey, get key'e basırsınız. Burada 5 saniyə gözləyirsiniz. Continue'ya basırsınız. Bax, gördünüz key gəldi. Bunun üzərinə basıb saxlayırsınız. Bax, buradan key'i kopyalayırsınız. Qayıdırsınız geri. Bunu buradan təmiz silirsiniz. Bunu yapışdırırsınız bura. Bax, üzərinə basıb saxlayırsınız. Buradan yapışdıra basırsınız. Baxın, bu key sistemi 8 saatdan bir dəyişir. 4 ilə 8 saat arası. Belə izah edeyim də. Məsəl üçün, sən bura key yapışdırandan sonra 8 saat və yaxud da 4 saat başlamır. Yəni, bu sistem özü, məsəl üçün, günün deyək ki, 24 saatının, məsələn, 5 saatından biri özü avtomatik dəyişir. Məsələn, siz saat 4-də key götürmüşsünüzsə, məsələn, saat 5-də key dəyişə bilər. Yəni, 1 saat sonra key dəyişə bilər. Yəni, o demək deyil ki, mən keyi alıb qura yapışdırmışam kodu, bu 5 saat oynamalıyam. Xeyr, yəni elə bir şey yoxdur. Bu özü avtomatik olaraq dəyişir. Bu avro yapışdırandan sonra login düyməsinə basırsınız. Görürsünüz, bax, burada gəldi. Open setting'ə basırsınız. Buradan getanı tapırsınız, və buradan digər uygulama üzərində göstərmə. Bunu aktivləşdirirsiniz. Baxın, bu bəzi telefonlarda bunu aktivləşdirmək mümkün olmur. Bunu aktivləşdirmək üçün girirsiniz ayarlara, oradan tətbiqlər bölümünə keçirsiniz və getaya girirsiniz. Orada, məsələn, hər telefonda müxtəlifdir də. Orada bu digər uygulama üzərində göstərməyə icazə verməlisiniz ki, bunu aça biləsiniz, yoxsa aça bilməyəcəksiniz. Bunun icazəsini verəndən sonra çıxırsınız geriyə. Bir də geri. Buradan yenə OK'ye basırsınız. Buradan yenə icazə verirsiniz. Çıxırsınız geri. Bundan sonra login'e basırsınız. Gözləyirsiniz. Burada bir 2 saniyə gözləyəcək sizi. Baxın, buradan da icazəni verirsiniz. İzin verildi. Burada bax, öz avtomatik exit game verdi. Buradan basırsınız, çıxırsınız oyundan çölə. Buradan qayıdırsınız geri. Girirsiniz təzədən ziyarxı verə. Ziyarxı verə girəndən sonra görürsünüz, burada bax yazılıbdır. Getasa OBB. Bunun üzərinə basırsınız. Burada görürsünüz görüntülər var. Görüntüləyə basırsınız. Görürsünüz bax com.rockstargames.getasa. Bunun üzərinə basıb saxlayırsınız. Aşağıda görürsünüz yazılıbdır. Kopyala. Bu kopyalaya da basırsınız. Burada görürsünüz ox işarəsi var. Qabağında da 2 dənə nöqtə. Bax, buna basırsınız, çıxırsınız geri. Qalxırsınız yuxarı. Görürsünüz bax, burada yazılıbdır. Android Unprotect. Android yox ha. Bax, Android Unprotect. Android Unprotect'in üzərinə basırsınız. Buradan görürsünüz bax, 2 dənə seçenek var. Data, OBB. Buradan OBB'ni seçirsiniz. Burada sağ tərəfdə görürsünüz yapışdır düyməsi var. Aposto adı görsənmir, özü görsənir. Bax, bunun üzərinə basırsınız. Gözləyirsiniz ki, OBB tam olaraq bura kopyalansın. Bəzi hallarda məsələn OBB-ni yüklüyorsunuz. OBB 2 məsələn 2.46 GB olur. Məsələn siz yükləyəndə məsələn 1.76 zad olur. Bunun üzərinə basanda OBB gözü zədələnmiş fayl. Bu telefon yaddaşında yer olmayanda və yaxud da ki internetdə problem olanda belə hallar baş verir. Yəni onlara diqqət eləyin. Və yaxud da ki yazılır ki problemlə kopyalandı. Belə olanda telefon yaddaşında yer olmur. Yəni bunlara nəzarət eləyin. Baxın ki siz ora yüklənəndə tam yüklənsin. Yəni bu kopyalanma işi tam geçsin. Baxın bax, arxiv başarıyla çıxarıldı, yazıldı. Bax bu kopyalandan sonra çıxırsınız geri, bir də geri. Düşürsünüz təzədən yenə gedirsiniz Dovland bölməsinə. Bax görürsünüz GTA Baku 2025 qrafik mod. Bunun da üzərində basırsınız. Yenə təzədən görüntüləyə basırsınız. Bir də təzədən papkanın üzərində basırsınız. Burada yazıb com.rockstargames.getasa. Bunun üzərində basıb saxlayırsınız. Yenə aşağıdan kopyalaya basırsınız. Çıxırsınız geriyə. Yenə bayaq kimi ox işarəsinin qabağına 2 nöqtə bastınız. Qalxdınız yuxarı Android Unprotect bastınız. Buradan da dataya bastınız. Buradan sağ tərəfdən yenə yapışdır düyməsinə bastınız. Belə bir səhifə gələcəkdir. Dosyanın üzərində yazılsınmı? Bax göz burada yazıb tüm dosyaları uygula bax bu. Bu quşunu türkün məsələn buradan aktiv eləyirsiniz, buradan da dəyişdirə basırsınız. Gözləyirsiniz bu da tam olaraq bura kopyalansın.
Baxın, bax arşiv başarıyla çıxarıldı. Bu da bura çıxarılandan sonra qayıdırsınız menyuya, girirsiniz təzədən oyuna. Buradan basdınız üzərinə, buradan loginə bastınız, gözləyirsiniz. Buradan offline-a bastınız. Mən oyun səsini kəsim. Coming soon to the Los Santos. Buradan istəsəz qrafik ayarlarını dəyişdirə bilərsiniz məsələn. Məsələn telefonunuz zəifsə qrafikanı biraz aşağı sala bilərsiniz. Məsələn bu height-ı max low eləyə bilərsiniz. Buradan məsələn bunları daha aşağıya qoya bilərsiniz. Kölgələri yox eləyə bilərsiniz. Yəni bunları məsələn maşının görüntüsündə məsələn daha zəif qoya bilərsiniz ki, oyununuz rahat getsin. Buradan da çıxaq geri. Bir də geri. Baxın, ben burada məsələn istəsəz resume qoya bilərsiniz, istər start Dovlandda, start game də qoya bilərsiniz. Məsələn mən resume verirəm. Bax belə bir hal baş verir. Məsələn bax gözləyin. Bax bu oyun bura qədər gəlir, yüklənir və reski qayıdır menyuya. Bax bu hissəyə qayıdır. Belə olan halda demək ki, o data sizin telefonunuzda oxumur. Yəni təkrar göstərirəm. Bax bunu təkrar buradan bağlayım bir dəqiqə. Bax girdiniz oyuna, loginə bastınız. Buradan offline-a bastınız. Baxın, resume verdiniz və yaxud da ki start Dovland start game verdiniz, new game verdiniz. Baxın, bu aşağıda şey doldurur. Doldurur, bura gəlib çatanda atır oyundan çölə. Belə bir hal baş verir. Belə hal baş verirsə, deməli o data sizin telefonunuza uyğun deyil. Qayıdırsınız təzədən veb sayta. Qoy onu da göstərim. Buradan məsələn digər dataları yüklüyorsunuz. Məsələn, deyək ki, GTA Bakı Android bütün telefonlar üçün. Bax bunu yükləyə bilərsiniz. Burada da bir dənə datanı yükləyəcəksiniz. Məsəl üçün, datanı, OBB-ni hamısını əvvəldən yükləmişsiniz. Sizdə oyun açmadı. Geri qayıdırsınız. Məsələn, buradan doğulan datanı yüklüyorsunuz. Təzədən bu datanı yüklüyorsunuz. Bu datanı deyək ki, yüklədiniz telefonunuza. Girirsiniz arxiverə. Baxın, burada Android Unprotected təzədən açırsınız. Dataya girirsiniz. Buradan bunu üstə basıb saxlayırsınız. Görürsünüz, burada sil var. Bunu buradan silirsiniz, bunu buradan silirsiniz. Bunu siləndən sonra obisini təzədən bayaq göstərdiyim kimi zipdən çıxardırsınız, gətirib atırsınız bura ki, bura kopyalayırsınız da belə deyim. Bayaqki işləmi təkrar edirsiniz ki, bu datanı oynaya biləsiniz. İndi mən sizə mod menyunu da göstərim. Girdiniz, login verdiniz. Buradan offline-a bastınız. Buradan resume'ye bastınız. Gördüğünüz kimi kardeşler oyun açıldı. Yani oyun açılmağında hiçbir problem yoktu. Yine dediğim kimi her telefon fərqlidir. Yani elə telefon var bunu qəbul eləyir, eləsi var qəbul eləmir. Yəni mən onun üçün əlimdən gələn heç bir şey yoxdur ki mən o nəsə eləyim. Baxın burada ayarlar bölməsindən ayarlara girib buradan FPS limitini dəyişə bilərsiniz. 60, məsələn 90 və yaxud da 120 hansını siz qoya bilərsiniz. Buradan arabalara girib məsələn maşın rəngini dəyişə bilərsiniz. Buradan bu sağdakini sürüşdürürsünüz aşağı. Burada görürsünüz araba modifiye yazılıbdır. Qoy bunu böyük göstərim. Bax araba modifiye yazılıb. Bura basırsınız. Burada məsələn lastikə basıb istədiyiniz təkəri qoya bilərsiniz. Məsələn müxtəlif təkərlər qoya bilərsiniz. Yəni sürüşdürürsünüz aşağı, dəyişdirə bilərsiniz təkərləri. Sonra deyək ki məsələn 06-da həm pedok vermək istəyirsiniz əlavədən. Buradan da yenə buradan yazılıb stereo və hidravlik. Bunu bastınız, sürüşdürdünüz aşağı, hidravliki seçirsiniz. Görürsünüz bura bir maşın qabağa qalxan işarə gəldi. Bunun üzerine bir dəfə basırsınız, görürsünüz quful işarəsi düşdü. Ondan sonra yenə bir də üstündən basıb saxlayıb çəkirsiniz yuxarı, gördünüz. Oldu Auto Style. Başlayırsınız özünüz üçün şəhərdə sürməyə. Maşın seçmə bölümü də yenə dediyim kimi də bu türk dilindədir, yenə başa salım. Burada görürsünüz 400 ilə 611 arasında rəqəmlərdir. Burada məsələn maşın da var, velosiped də var, nə bilim motosiklet də var, tank da var. Bütün hamısı bu rəqəmlərin içərisindədir. Məsələn bu araba id yazılıb. Araba idin məsələn qabağında plus minus var. Basdıqca hərəkət eləyir. Çoxalır, azalır. Məsələn 405 deyək ki 07-dir. Məsələn 07-ni götürdünüz. Məsələn gördüyünüz kimi. Və burada bütün mod hamısı türk dilindədir.
Və modu elə eləmişəm ki, daha indən sonra oyundan atma məsələsi olmayacaq. Yəni oyundan atma problemləri olan hər şeyi qaldırmışam. Məsələn, bax göz polis gəlir. Buradan bastınız, qalxdınız, oyun, polis asla sizi aramaz. Və yaxud da ki, missiya keçmək üçün burada görürsünüz görəvi atla var. Missiyaya girib görəvi atla verən kimi missiyanı o dəqiqə keçəcəksiniz. Buradan günəşli hava və yaxud da hızlı şey, bunların hamısını özünüz eləyə bilərsiniz. Məsələn, bayaq dediyim kimi yenə maşına istədiyiniz lastiki buradan qoya bilərsiniz. Təkəri istədiyiniz kimi dəyişə bilərsiniz. Hansını istəsəz qoya bilərsiniz. Və burada da balaca bir qırmızı şey var. Bax burada. Bax bunu istəsəz nə boyda sizə böyüdə, balacalaşdıra eləyə bilərsiniz. Yəni menyu əlinizə uyğun eləyə bilərsiniz. Yenə göz maşın təkəri əylidir. Buradan da hidravlikə bastınız. Buradan da bunu seçdiniz. Maşın qabağını qaldırdınız. Avtoş style. Videomuz bu qədər idi dostlar. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.